Onlayn satış işi var yoldaşlar. Bu onlayn satış işi deməli 1000 manat əmək haqqısı var. Evimiz şirkətindədir. Nə tələb olunur sizdən? Sizdən tələb olunur ki, onlayn satış, sosial media idarə etməsi üzrə təcrübəniz olsun. Yəni varsa elə bir təcrübəniz, bu işə müraciət edə bilərsiniz. İkinci əsas vacib tələbləri bundan ibarətdir ki, rus dilini sərbəst bilin. Həm yazılı, həm şifahi ünsiyyət cəhətdən bilin. Bundan əlavə yoldaşlar, komanda ruhuna uyğun bir şəxssinizsə, müştərilərlə ünsiyyət bacarığınız və operativliyiniz varsa, Excel və satış proqramlarında işləmə bacarığınız varsa, vacib deyil, amma yəni olsa lap gözəl olar, daha rəqabətçil namizəd ola bilərsiniz. Varsa bu işə müraciət edə bilərsiniz. Yəni olmazsa olmaz belə deyim, əsas nədir? Onlayn satış, sosial media idarə etməsi üzrə təcrübəniz olmalıdır. Bundan əlavə müştərilərlə ünsiyyət bacarığınız olmalıdır. Üçüncüsü isə rus dilinin və öz dilimizdə sərbəst həm yazılı, həm şifahi ünsiyyətiniz olmalıdır. Varsa bu özəlliklər, bu işə müraciət edə bilərsiniz. Onlayn satış meneceri işidir, evimiz şirkətindədir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə tanış olmaq istəyirsinizsə, ümumiyyətlə bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildədir. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzizov adlı kanala. Kanala daxil olduqdan sonra orada diqqət eləsəniz, profildə əlaqə vasitəsi qeyd olunur. Əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.